Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Şahsevənlər küçəsində yerləşən Şahsevənlər məhəllə məscidinə yaxın bir ərazi. Bundan başqa 4 və 6 nömrəli orta məktəblərə, əsasında 4 nömrəli orta məktəbə yaxın bir ərazidə deməli 3,5 sot torpaqda bir böyük zal, 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiyməti 65.000 manatdır. Mən bildiyimə görə qiymətində razılaşma olmalıdır. Hal-hazırda siz darvazadan giriş hissəsini görürsünüz. Qarşıda bax belə bir güllü çiçəkli mini bağçası var. Bir ədəd, bir böyük ədəd deməli ərik ağacıdır. Qarşıda hamamıdır, təmirlidir. 1,5 tonluq yaxud 2 tonluq su bakı var, 4 tonluq su baseynisi var. Bax hamamını görürsünüz. Həqiqətən təmirlidir. Yenidən mən sizə deməli bağçasını göstərəm. Eyni zamanda məhəllədən evin xarici görünüşünü görmək mümkündür. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Baseynin qapağını gördünüz. İstilik sistemi bax İranski belə bir cihazdır. Qarşıda görmək mümkündür. Yuxarıda isə bakıdır. Yenidən mən sizə bağçasını göstərirəm. Deməli bu həyət evi döngədə yerləşir. Buna baxmayaraq məhəlləyə maşın daxil olur. İndi isə gördüyünüz kimi kürsülüdür. 2 qat kubiklə hörülü. Sol tərəfdə 5-in 6-ya olan badvaldır. Bax belə bir böyük badvalı var. Hal-hazırda çox sərindir. Burası mini otaqdır. Burası deməli 5-in 5-i olan otaqdır. İndi isə evə daxil oluram. Yenə təkrar edirəm. Deməli Gəncə şəhərində 4 nömrəli orta məktəbə çox yaxın bir ərazi. Şahsevənlər məhəllə məscidinə yaxın bir ərazi. Bundan başqa deməli Nizami kinoteatrına, eyni zamanda Xan bağına yaxın bir ərazi demək mümkündür. İndi isə mən sizə zalını göstərirəm. Zalın uzunluğu 15, eni isə 4,5-in 5-ə qədərdir. Bax bu cürdür. Yenidən mən sizə zalını göstərirəm. Onu da deyim ki, mən fikir verdim. Yəni ikinci qapı var burada. Bax o qapını görmək mümkündür. İndi isə otaqların necə yerləşməni görürsünüz. Bax belə bir həyət evinin qiyməti 65.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bunu da deyə bilərəm ki, mənə elə gəlir ki, bu həyət evinin tikildiyi ilə görə deməli ipoteka yararlıdır. Ancaq konkretini baxmamışam sənədə. Bura isə deməli mətbəxidir, 4-ün 4-dədir. Bax bu cürdür. İndi yenidən mən sizə zalını göstərirəm. Bax bu sözü səmimi deyirəm. Ev həqiqətən çox uyutlu, rahat evdir. Həqiqətən belədir. Bura isə otaqlardan biridir. 5-in 6-yadır. Bax belə bir həyət evinin qiyməti 65.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Yenidən mən sizə zalını göstərirəm. Dediyim kimi zalın uzunluğu 15, eni isə 4,5-in 5-ə qədərdir. Burası ikinci otaqdır. Polları çox möhkəm materialdır. Bax bura deməli 5-in 4,5-in 5-ə enini demək mümkündür. Hətta mən elə gəlir ki 5-dir, ancaq uzunluğu dəqiq 8-dir. Yenidən mən sizə ən böyük otağı göstərirəm. Bax belə bir həyət evinin qiyməti yenidən təkrar edirəm. Gəncə şəhərində, yəni başqa regionlar üçün də onu da deyim ki, şəhərin özüdür. Şahsevənlər məhəllə məscidinə. Bundan başqa 4 nömrəli və 6 nömrəli orta məktəblərə, əsasən də 4 nömrəli orta məktəbə, Nizami kinoteatrına, Xan bağına yaxın bir ərazilər demək mümkündür. Bu cürdə var. Yenidən mən sizə zalını göstərirəm. Bax belə bir həyət evinin qiyməti 3,5 sot torpaqdır. Qiyməti 65.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.